Amin yazan hər bir kəsə Allah belə evlər nəsib eləsin inşallah dostlar. Baxın, məhlə asfalt, mərkəzi kanalizasiya sistemi. Bu videoda sizə 4 dənə fərqli həyət evi göstərəcəm, özü də kupçalı. Paket kupça ilə mərkəzi kanalizasiya. Baxın, geniş enli məhəlləsi var, superdir. Belə başlayaq bu evdən. Baxın. Bir dənə bu ev. Balkonludur, 4 otaqdır. Bu evlərin hamısı 4 otaqdır əziz dostlar. Video sona qədər baxın, bütün məlumatları videoda qeyd edəcəm. Baxın, koridor, mətbəx, hamam, tualet, isti poldur. Və həyət də belə. Gördünüz? Buradan çıxırıq. Keçirik bu bir evə. Baxın, sayğacılar da yerindədir hamısının. Məhəllə də geniş məhəllə. İstəyirsiniz maşınınızı qapının ağzına saxlayın, istəyirsiniz həyətə salın. Heç bir problemi yoxdur əziz dostlar. Gəlirik bura. Baxın. Burada da belə bir evdir. Pəncərələr qara pəncərələrdir, panoramadır. Yerdən kürsülü, qoşadaş betonu, kəməri, hər bir şeyi də var əziz dostlar. Evin arxasına keçmək üçün də gördüyünüz kimi sol tərəfdən yer saxlanılıb. Burada həyətin ayaq yolusudur. Burada da yer qoyulub, əl üz yumaq üçün yer olacaq. Bu evdə də koridor, mətbəx, hamam, tualet, isti poldur. Dostlar, mən radno kamera ilə çəkirəm, 0.5 atmamışam ki, hər şeyi aydın şəkildə görəsiniz. Kamera sistemləri də hamısında var. Gəlirik belə. Baxın. Burada da belə bir evdir. Aynı axırıncı evin içini göstərəcəm sizə. Baxın. Bu evin də həyətində gördüyünüz kimi ayaq yolusu var. Dostlar, yenə deyirəm, mən 0.5 atsam, siz bu evi belə görəcəksiniz. Amma mən sizə nə var elə göstərirəm. Radno kamera ilə. Bu da oldu 3-cü ev. Geri 4-cü evə. Bir dənə bu yüzdən də məhəlləni göstərim. Görürsünüz, burada yaşayış var deyil, sol tərəfdə. Hamısı işıqlı məhəllədir. İndi burada da inşallah köçəndən sonra məhəllə olacaq vapşı işıqlı. Gəlirik bura. Baxın dostlar. Balkonlu 4 otaq, yerdən kürsülü. Stulları, işıqları, qazları hamısı yerində. Gördünüz dostlar. Keçək indi evin içində göstərim sizə. Böyük bir balkonu var. Balkondan mətbəxə, mətbəxdən balkona keçmək olur əziz dostlar. Buyurun dostlar, bura evimizin koridorudur. Yenə deyirəm, koridor, baxın mətbəxə. Mətbəx isti poldur. Bir də hamam, tualet. Dediyim kimi. Burada bir yataq otağıdır. Lampiska xarab olub. Bu bir yataq otağı. Gəlirik bura. Bura evimizin zalıdır. Böyük bir zalı var. Bir yataq otağı göstərdim. Bu ikinci yataq otağıdır. Görürsünüz. Bura üçüncü yataq otağıdır. Evdə 3 yataq otağı, bir zal. Ümumilikdə 4 otaqlı həyət evidir. Bu da evimizin hamam, tualeti. Aksesuarlar hamısı yerindədir əziz dostlar. Baxın. Deməli, bu 4 dənə evin 4'ü də hərəsi ayrı-ayrılıqda 105.000 manata deyilir. Nağd alıcıya qiymətdə indirim olunacaq 4 otaqlı, paket kupçalı həyət evlərdir. Yenə deyirəm, nağd alıcıya qiymətdə indirim olunacaq. Ünvan Abşeron rayonu Məhəmmədi qəsəbəsi. Dostlar, sağ olun, salamat qalın, özünüzdən müğayət olun.